Bu mətn İngilis dilindən fransız dilinə tərcümədir, Billy Grahamın moizəsindən götürülmüşdür. Bilirəm ki, alqışlayırsan, çünki bu adamların geri qayıtmasını istəyirsən. Və mən. Amma hamıdan susmağı xahiş edəcəm. Mənim çıxışım 2 saatdan çox olmayacaq. Sadəcə daha uzun görünəcək. Əgər siz keçən həftə vurulan və gizlənən pilot olsaydınız, keçə bilərdinizmi? Dünən öz bazasına qaydanda onu televiziyada eşitdim. Onun dedikləri budur. Dərhal etmək istədiyim ilk şey Allaha şükür etməkdir. Əgər Allah və Tanrı sevgisi olmasaydı, mən heç vaxt keçə bilməzdim. Və sizdən soruşmaq istədiyim budur. Siz bacara bildiniz. Bu axşam bir şeyi bilmənizi istəyirəm. Allah səni sevir. Nə etsəniz də, necə yaşasanız da, dərinizin rəngindən, irqindən asılı olmayaraq, hansı dildə danışmağınızdan asılı olmayaraq, Allah sizi sevir. Və səninlə maraqlanır. O səninlə maraqlanır. O sizə kömək etmək istəyir. Heç vaxt başlanğıcı olmayan, sonu olmayan, hamımız üçün sirr olan, sizi sevən və sevən, məni sevən, bizimlə maraqlanan və həyatınıza girmək istəyən fövqəltəbii bir varlığın olduğuna inanmaq bizim üçün çətindir. O, sizə yeni bir başlanğıc vermək istəyir. Bir çox insanlar burada olmalarının səbəbini heç vaxt kəşf etməyiblər. Dərcə Talkun indicə ifa etdiyi kimi, həyatımızda nə vaxtsa hamımız ağrıyırıq və hamımızın kədəri var hamımız. İncildəki ən qədim kitabda deyilir ki, biz qığılcımlar yuxarıya doğru uçduqca bəlaya düçar oluruq. Və hamımız bəzən tənha oluruq. Dostlarınla ola bilərsən, ziyafətdə ola bilərsən və tənha qala bilərsən. Səni süpürən bir tənhalıq anı var, bu nədir? Bu, kosmik tənhalıqdır. Yalnız Tanrının həyatınıza doldura biləcəyi təklik. Michael'ın indicə oxuduğu sözlər sizi tam olaraq təsvir edir. Çarəsiz bir həyatın yolunu narahat bir zehinlə və ürək kimi bir şübhə ilə dolaşırsan, bu yerə necə gəldiyini düşünürsən. Məsihə iman bu boşluğu doldura və sizə yaşamaq üçün səbəb verə bilər. Bilirsiniz, hər şeyə yenidən başlaya bilərsiniz. İsa İncildəki bir insana dedi ki, sən yenidən doğula bilərsən. O adam dedi ki, mən ana bətninə girib hər şeyi yenidən başlaya bilərəmmi? Və İsa isə dedi ki, sən yenidən doğulmadıqca Allahın padşahlığını belə görə bilməzsən, necə yenidən doğulursan, bunun bir sirri var. İsa dedi ki, külək əsir, küləyi görmürsən, küləyin təsirini görürsən. Hardan gəldiyini bilmirsən, hara getdiyini bilmirsən. O dedi ki, yuxarıdan doğulmaq da eynidir, lakin siz yuxarıdan doğulmayınca və müqəddəs ruh daxil olub həyatını dəyişdirməyincə Allahın padşahlığını görə bilməzsiniz. Amma sən Allahın padşahlığını görə bilərdin, bu gecədən başlaya və bu gecə Məsihə bağlılıq edə bilərsən. Bu yaxınlarda kimsə mənə məktub yazdı və dedi ki, o 8-ci sinifdə içməyə başlayıb və orta məktəbdə oxuduğu bütün 4 il narkotika, alkoqol və üsyana verilib. Və o, daha bir neçə il bu yolla getdiyini söylədi. Və dedi ki, mən bütün bunların necə dəhşətli olduğunu təsvir etməyə başlaya bilmirəm. Mən heç yerə getmirdim. Dəyişməyə çalışdım, amma nə qədər çox çalışsam, bir o qədər pisləşdim və daha çox depressiyaya düşdüm. Xristiyan olmayan anası ona İncil verdi. O, əvvəllər heç vaxt müqəddəs kitabı oxumamışdı və müqəddəs kitabın qarşısında yəqin ki, Gideon İncili var idi. O sizə hara baxmağınız lazım olduğunu söylədi. Depressiyaya düşsəniz, tənha və ya narahatsınız və o yazdı, mən bütün bunlar idim. Diqqətimi çəkən istinad dəyişikliyə ehtiyac duyduğunuz zaman hara baxmağınız idi. Dedi, bilirdim ki, dəyişməliyəm. Və müqəddəs kitabda mənə cavab tapmaq üçün hara baxmalı olduğunu söylədi. Mən dəyişmək istədim və dəyişmək üçün öz gücümlə çalışdım, amma heç bir faydası olmadı. İstinad yenidən doğulmaq haqqında John 3 idi. Amma bunun nə demək olduğunu başa düşə bilmədim. Həmin gecə televizoru çevirdim və sən ekranda idin. Dedi ki, öz-özümə dedim, nə zarafatdır. Ayağa qalxdım və onu söndürdüm. Və sonra yenidən doğulmaq və həyata yenidən başlamaq haqqında mən onu söndürməzdən əvvəl bir şey dedin. Və dayandım. Və o vaxt isə Məsihlə tanış oldum. Və həyatıma girdi və məni dəyişdirdi. Və bəlkə də bu axşam Əskəyə Domeg'da sizin üçün eyni şey edəcək. Kommunistlər hələ də rəhbərlik edərkən mən Polşada idim və mən, o ilk gecə Varşavaya getdik və onlar da verdilər. Katolik kilsəsi bizim üçün böyük bir ziyafət verdi və mən baş masada bir monsinyorun yanında oturmuşdum və o dedi ki,
Sizə biraz hekayə danışmaq istəyirəm və mən ondan ictimai şəkildə istifadə edə biləcəyimi soruşdum və o dedi ki, mən bir gün universitetdə idim. Məktəbimə qayıdıb universitetdəki otaqlara qayıtdım və arxamda oturan bir qadın, qaradərili qadın çiynimə yumruq vurdu və mən arxaya döndüm və o mənim gözümün içinə baxdı və dedi ki, sən heç yenidən doğulmusan. Dedi ki, mən keşişəm. Mən müqəddəs kitabı öyrənmişəm. Mən dua etmişəm. Deməli, mən belə olmuşam, onu döydülər. Ona işgəncə verdilər. Əllərinə, ayaqlarına mismar vurdular, qanı axdı. Saqqalını dartdılar, üzü qandı. Amma bu onun əsl əzabı deyildi. Onun əsl əzabları mənəvi əzab idi. Çünki başa düşmədiyimiz o anda Allah həyatımda etdiyim səhv olan hər şeyi götürdü və İsa'nın üzərinə qoydu. Həyatınızdakı hər şeyi aldı. Beləliklə, İsa sizin indiyə qədər etdiyiniz hər bir günaha görə günahkar oldu. O, etdiyiniz bütün seks günahlarına, söylədiyim bütün yalanlara, indiyə qədər etdiyiniz bütün aldatmalara, indiyə qədər etdiyiniz bütün aldatmalara, valideynlərinizə və ya siz yaşlı insanlara qarşı etdiyiniz bütün itaatsizliyə görə günahkar oldu. Həyatınızda necə dəhşətli dərəcədə uğursuz oldunuz. O, səni sevdiyi üçün bütün bunları sənin üçün çarmıqda götürdü. Çünki Allah dünyanı elə sevdi ki, yeganə oğlunu verdi ki, ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun. Bu gecə Məsih həyatınıza daxil olacaq və sizi dəyişdirəcək və ruhani xeyir, dua, əminlik və əminlik yolunda xəyal etdiyiniz hər şeyi sizə verəcəkdir. O, sizə düzgün həyat yoldaşını tapmağınıza kömək edəcək və bu, həyatınızı birlikdə keçirmək üçün doğru qızı, düzgün yoldaşı tapmaq üçün çox vacibdir. O, sizə bu qərarı verməyə kömək edəcək. Həyatını ona təslim etsən çox şey. Mən bu axşam sizdən bunu etməyi xahiş edəcəyəm.